Hər vaxtınız xeyir. Mən həmişə getdiyim yerlərin videosunu çəkirəm, daha doğrusu şəhərlərin. Bugün yenə İtaliyadayım, Milandayım. Amma bugün Milanın deyil, şəhərin deyil, parkingin. Gördüyümüz işlərin videosunu çəkəcəm. Bunların maşınım da dayanıb burada. Bugün istirahət günümüzdür, amma həm də hazırlıq günümüzdür. Hal-hazırda bütün maşınlar parkdadır. Bugün qadağalar var. Heç kim maşın sürülməz. Yalnız ət və süd məhsulları daşıyan maşınlardan başqa. Və bu bizim maşının pəksəli. Gəldik, yaxınlaşdıq. Artıq hazırlığımızı görmüşük. Etimiz, masamız hazır. Toyuğu həmişə kimi bastırma eləmişik. Ətimiz də hazırdır. İndi isə başlayacaq yavaş-yavaş pişirməyə. Bu arada deyim ki, Avropada ən gözəl göy rəngli kartofları almaq lazımdır ki, paketli göy rəng, çünki onlar tez pişəndir.